Bizim məsumların xüsusiyyəti bu idi ki, uzaqlaşdırmağa meyilli deyildilər insanları bir səhv hərəkətlərinə görə. Bir dənə sizə şah qanun deyim, ictimai münasibətlərdə, bir-birimizə ünsiyyətdə şah qanun deyim də, hədislərdə sübut edeyim o qanunu. Hədis budur. Bir nəfərin bir eybinə görə, məsələn, bir nəfər sənə yaxınlaşıb, bir eybi var, onun eybini bilirsən, yaxud bir neçə bir dənə pis xüsusiyyəti var. O pis xüsusiyyətinə görə, eybinə görə ona tənə vurma, onun pis xüsusiyyətlərini ona deyib, onu baş aşağı eləyib özündən uzaqlaşdırma. Yəni, hədis də demək istəyir. Bir nəfərin bir eybini gördün, pis xüsusiyyətini gördün, o səbəb olmasın ki, tez özündən uzaqlaşdırasın. Sən 100% təmiz bir dənə insan axtarırsan, heç eybi olmasın, elə insan axtarırsınız deyil. Hər an bir nöqsanı var da. Elə insan axtarırsınız, dostsuz qalacaqsınız. Elə insan axtarırsınız, tənha qalacaqsınız. Hər anın bir qüsuru var, onu bağışlamaq lazımdır. Məsumlar buyurur, bir nəfərin eybinə görə özünüzdən uzaqlaşdırmın, 2 dənə eybinə görə, 3 eybinə görə, pis xasiyyətinə görə, hələ 2 dənə pis xasiyyəti var, uzaqlaşdırın özündən onu. Bizim üçün belədir, 100% yaxşı, birdən 100-dən bir 5 düşdü aşağı, 95 pisdir, o yaxşı deyil. Qardaş, bunun 95 yaxşıdır, 5-i pisdir. Yox, pisdir. Niyə? 5 dənə pis xüsusiyyəti var. Ya 100-dir, gələ bir nəfərlə ünsiyyət qurmaq istəsən, çox qəlizləşib o zamanı. Ya 100% yaxşı olmalısan, ya birdən 95 olsun, səninlə ünsiyyət quran deyil. Baxsan, özündə də bir, elə də deyil axı. Özü söz ki, biraz nümunəvi insandır, paş bir insandır, doğrudan da 100% gözəl xüsusiyyətlərə malik insandır, dərd yarı, özü də elə deyil. Amma qəbul da edə bilir. Hədis davamında buyurur, فَإِنَّهَا لَيْسَتْ مِنْ أَخْلَاقِ رَسُولِ اللّٰهِ. Bu bizim Peyğəmbərimizin əxlaqı deyildi bu xüsusiyyət. Bir nəfəri pis xüsusiyyətinə görə uzaqlaşdırsın. وَلَا مِنْ أَخْلَاقِ أَوْلِيَائِهِ. Allah dostları belə eləməzlər. Peyğəmbərimiz elə onu uzaqlaşırsaydı, bunu uzaqlaşırsaydı nə olardı? Girirdi məscidə Peyğəmbərimiz, demişəm, yoxsa deməmişəm sizə, yaxınlaşır, ərəb, Peyğəmbər, üzr istəyirəm bu ifadəyə, dırnaqlarımı tut. Peyğəmbərimizə. Peyğəmbər yoldan keçib, bir ayaqlarını uzadıb, deyir o tərəfdən keçib. Yəni, neynəsin Peyğəmbər? Hamını uzaqlaşdırsaydı, bugünə din gəlib çatmazdı ki, aslı-aslı. Hərə bir cür. Bir nəvi bu sözü deməklə, bir nəvi bu cür nə deməklə. Hərə bir cür.